Bakıda indiyədək analogu olmayan avtoşou keçirildi. Şounun adını Qara Şou olması da əbəs deyildi. Çünki tədbir Park Bulvar alış-veriş mərkəzinin avtomobil dayanacağında keçirildi. Tədbirdə hər şey nəzərdə tutulmuşdu və yüksək səviyyədə təşkil olunmuşdu. İstər əyləncə, istərsə də şou baxımından. Burada ən populyar avtomobil istehsalçılarının ölkəmizdə olan nümayəndələri özlərinin ən yaxşı modellərini təqdim etdilər. Lakin iştirakçılardan biri qalanlarından fərqlənirdi. Bu, Offroad Avto İdman Klubu idi. Bu iştirakçının özəlliyi ondan ibarət idi ki, o yeni modellər yox, yeni ideya və fikirlərini təqdim etməyə gəlmişdi. Offroad İdman Klubu 30 aprel 2010-cu il tarixində yaradılmışdır. Məqsədimiz bu idman növünü Azərbaycanda inkişaf etdirmək, gələcəkdə federasiyasını yaratmaqdır. Yarandığı gündən qısa zaman ərzində 2 beynəlxalq yarışda iştirak edib, müəyyən yaxşı yerlər tutmuşdur və məqsədimiz, amalımız, lozunqumuz avtoxuliqanlığa yox, məqsədimiz gəncləri, necə deyərlər, boş təməli vaxtlarında gözəl idmana həsr etməkdir. Həqiqətən də aqressiyanızı şəhər yollarına yönəldib, həm özünüzü, həm də ətrafdakıları təhlükəyə almaqdansa, Offroad İdman Klubuna üzv olun və onların yarışlarında iştirak edin. Azərbaycanın təbiəti ən ekstremal yarışları təşkil etməyə imkan verir. Burada sizin aqressiyanız təhlükə və cərimə deyil, qələbə gətirəcək. Bugünkü tədbirə qoşulmaqda əsas məqsədimiz 2 yenilik nümayiş etdirməkdir. Onlardan biri Matraxstardır. Azərbaycanda ilk dəfə bizdə, bizim klubda təqdim olunur. Bir də ki, Argo'dur, idman avtomobili. O yolsuz keçməyən yerlərdə hər yerdən keçən avtomobildir. Suda da işləyir, dağda, qarda, palçada hər yerdən keçir. Və bu günləri bu tədbirdə 2 yeniliyi nümayiş etdirmişik. Qara Şounun təşkilatçılarına da çox sağ ol deyirik və bu cür tədbirlərin davamlı olaraq təşkil olunmasını arzu edirik.